Salam əziz izləyicilərimiz, biz bugün Cəlilabad rayon Məmməd Rızalı kəndində qocaman bir müəllimimizin evində qonağıq. Xoş gördük müəllim sizi. Təşəkkür edirəm, zəhmət çəkib gəlirsiniz. Çox sağ olun. Allah razı olsun. Çox sağ olun. Mənim adınız, soyadınız? Məmmədov Eldar Eynullaoğlu. Və neçənci ildə anadan olmusunuz? 1941-ci il fevral ayının 14-də. Hansı ali məktəb bitirmisiniz? Hansı ixtisas üzrə dərs demisiniz? Pedaqoji institutun Dil Ədəbiyyat fakültəsini bitirmişəm. Çox gözəl. Müəllimlik fəaliyyətinizə nə vaxt başlamısınız? 63-cü ildən əvvəl sinif müəllimi kimi fəaliyyətə başlamışam. Sonra da ixtisasım üzrə müəllim işləmişəm, dərslə müdir işləmişəm, yəni tədris işləri üzrə direktor müavini. Bir neçə məktəbdə, 3 məktəbdə məktəb direktoru işləmişəm. Hansı məktəblərdə? Cəfərli, o vaxt 8 illik məktəb idi. Şorbacı kənd orta məktəbində və Məmməd Rızalı kənd əvvəl 8 il oldu, sonra da orta məktəbdə dərslə müdir və məktəb direktoru işləmişəm. Mən ümumilikdə neçə il fəaliyyət göstərmisiniz? 50, ümumilikdə demək 48 il mənim pedaqoji fəaliyyətim oldu. Həmin illərdə fəxri adlarınız, mükafatlarınız olub? Deyim, bir dəqiqə, olub. Yəni, SSR Maarif Nazirinin Sosial-İşin qalibi dörd nişanı almışam. Bir də baş müəllim tituluna sahib olmuşam. Çox gözəl. Mən bəs təqaüdə neçənci ildə çıxmısınız? Təqaüdə çıxmışam 2003-cü ildə çıxmışam. Amma ümumiyyətlə məktəbdən işləmişəm, məktəbdən ayrılmışam, demək 11-ci ildə. 2011-ci ildə? 2011-ci ildə ayrılmışam, o vaxtdan da pensiyadayım, təqaüddə. Təqaüdə çıxmışsınız. Mənim həyat yoldaşınızın adı, soyadı? Həyat yoldaşım, bu gördüyünüz xanımdır. Çox gözəl. Məmmədova Şərqiyə, Ayazullah qızı. O da 41 təvəllüddür. Biz 65 ildir ailə həyatı qurmuşuq. Bizim ailə Allah daha da ömür versin müəllim. 65 ildir. 8 övladımız olub. 5 oğlan, 3 qız. Adlarını deyərdiniz? Adları oğlumun böyük oğlu Məmmədov Elxan Eldar oğlu. Bəli. Məmmədova İradə Eldar qızı. Mən elə ardıcıl deyirəm. Məmmədov Mübarizə Eldar oğlu. Məmmədov Etiram Eldar oğlu. Məmmədov Elçin Eldar oğlu. Məmmədova Xalidə Eldar qızı. Məmmədov Yalçın Eldar oğlu. Məmmədova Pərvanə Eldar qızı. Çox gözəl müəllim. 8 övlad böyütmüşük. Nəvələr, neçə nəvəniz var? 15 nəvəm. Allah sağ eləsin. 13 nəticəmiz var. Ay maşallah, Allah sağ eləsin. Sağ olun. Müəllim, indi biz sizi çəkdik, inşallah işıqlandıracağıq Allahın izni ilə. Qismət olsa inşallah. Mən buradan sizə baxacaqlar, nəvələriniz, nəticələriniz, evlatlarınız, onlara nə tövsiyə bildirərsiniz? Nə deyim, onlar mənim, Allah onlara da mənim kimi uzun ömür qismət eləsin. Xoşbəxt ailə, necə biz neçə ildir, 65 ildir, 66 ildir, 65 ildir biz firavan yaşamışıq, bir-birimizə can deyib, can eşitmişik. Onlara da bu xoşbəxtliyi arzulayıram övladlarıma. Nə deyim də, bir valideyn övlada nə arzulayırsa, mən də həmin arzuları öz övladlarıma arzulayıram. Biz də sizin arzularınıza qoşuluruq müəllim. Çox sağ olun, sizə də təşəkkür edirəm. Çox sağ olun. Bizə dərin təşəkkürümüzü bildiririk sizə. Sizin təşkilatınıza, rəhbərliyinizə mən təşəkkür edirəm. Siz də zəhmət çəkirsiniz, mənim nəvələrim yerindəsiniz. Gəlirsiniz burada mənim ziyarətimə gəlirsiniz, sizə də minnətdarlığımı bildirirəm. Biz də sizə minnətdarlığımızı bildiririk ki, Allah sizə xoşbəxt eləsin. Çox sağ olun, xatirələrinizi bizimlə bölüşdünüz. Çox sağ olun müəllim. Sağ olun.